Aziz soydaşlar, değerli yurttaşlar, hanımlar, beyler, hamınızı saygıyla, sevgiyle selamlayıram. İzin verin, ilk önce Milli Hükümətimizin yaranmasının 70-ci il dönümü münasibətilə elə bu Milli Hükümətimizin quruluşunu təbrik edim və başda Seyid Cəfər, Milli Hükümətimizin banisi Mir Seyid Cəfər Kişvari və həmrəzmləri və Azərbaycanın bütün varlığı üçün şəhid olan canların önündə, ruhunun önündə baş əyib və hamısının ruhu şad olsun, deyirəm, yolları gedərli olsun. Və təbii Çölün Kültür Ocağı və onun yaratdığı 21 Azər Komitəsinə də təşəkkürümü bildirirəm ki, bu icrası yaradıblar. Gene de tabii ki sona qalanda çoxlu fikirlər də səslənir. Amma mən arzu edərdim ki, mütləq səslənən həttəmən önəriləri, pişnahətləri siz qələmə alırsınız. Yəni mən bunu arzu edərdim. Çünki burada çox dəyərli pişnahətlər səsləndi məncə. Ən azından iclas sonunda bunları eləmişsin, toplayıb və bütün, yəni burada olmayan başqa Azərbaycanlılarla da eləmişsin, paylaşsın. Bu çox önəmlidir. Həm filmlər götürülür, Əfsanə xanım, həm eksportlarda nəzərdə saxlayırıq, həm də bütün dostlar eşidirlər, doğrudur, önəmli. Bir millət olmaq üçün, dövlətin yaratmaq üçün onun təbii lazım olan sembollarına da önceden çatmalıdır. Sembol adlandırırıq, nə adlandırırıq. Mən burada arzu edərdim ki, burada ən azı bayraq olsun. Biz bu yolda addımlayırıq. Zaten bu gündə Milli Hükümətin il dönümünü qutlayırıq və gələcəkdə dövlətimizi qurmaq üçün çalışırıq. Ona da bu gün onlardan vazgeçməməliyik. Və görürəm ki, bayraqlar da təbii gəlibdir və masa üstündədir, indi fərq etməz. Məncə bunlara da fikir verməliyik. Yox, bundan yəni, bunlardan demək nə istəyirəm? İstəyirəm deyəm ki, bir millət və dövlətimizi yaratmaq üçün hələ də bizim müşəxəs bir proqramımız, bərnaməmiz təəssüf ilə əskidir. Bunu da hamı vurguladı. Mən bu günlərimə marş səslənəndə şəxsən ilk dəfə bu marşı dinlədim. Çox da gözəl idi. Ahəngi də, sözləri də qulağıma çox gözəl gəlir. Ruhuma oxşadı. Amma bundan demək, bunu istəyirəm ki, hələ də biz belə himlə başlayacağıq, hansı marşla, hələ də neçə illərdir belə bir qərara gələnməmişik. Bu bizim biraz acınacaqlı durumumuzu göz önünə sərir. Və buradan başlayıram, artıq Azərbaycan Milli Hərəkatı gözəl məncə mərhələlərə çatıb. Yəni, ilərləyərək bir mərhələyə çatıb ki, bizim çoxlu insanlarımız artıq uluslararası toplumlara səslənərək, oralarda yer alaraq fəaliyyətə başlayıblar. Və bu gözəldir. Bizə lazım olan bir məsələdir. Bunu biz kiçik görməyək. Burada Mahmud bəy, Jalə xanım, Fikrət bəy və başqa dostlar da çox gözəl məsələlərə barmaq qoydular, altını çizərək söylədilər. Lobiçilik, uluslararası toplumlarda çalışıb və status qazanmaq. Güney Azərbaycan məsələsi, Güney Azərbaycan haqqaniyyəti bu günlərin beynəlmiləl səviyyədə status qazanmalıdır. Yoxsa bu gün burada hər bir dəyərli soydaşımız gəlib çıxış edib və dərdimizi anladı. Bizim səsimizi bugünkü durumda
durumunda, sabahların Orta Doğu'nun durumunda biz de belə bir şəraitə düşsək, kim bizim harayımıza çatacaq? Kim bize yardımcı olacaq deyə təbii uluslararası toplumlara müraciət edirlər. Amma mən şəxsən belə düşünürəm ki, uluslararası toplumlara müraciət edənlər bizim elə bir şəraitlə müraciət eləməliyik ki, yox yalnız insan haqları deyəndə çox böyük bir şeydir. Üzr istəyirəm, onlar ki, insan haqları uzmanlarıdırlar, daha gözəl bilirlər. Amma bizim insanlar, təşkilatımız hər alanda güclənməlidir. Hər bir alanda, uluslararası toplumlarda güc qazanmalıdır. Bakın bir Urmu dəryası bilərək quruduldu. Bilərək. Niyə? Çünki bu məsələ Avropa Parlamentına gedib və sənədlərin üzərində artıq bəyanıya verildi ki, bunda insan əli var idi. Və bu bir dənə başarılıq idi o dostlarımıza ki, bu məsələni Avropa Parlamentına və BMT-yə daşıdılar. Təbrik deyərək bunu bilməliyik ki, bu qurudu, bu bir məsələ. Sonra biz, baxın, mən Sulduzluyam. Mən Sulduzda 58-ci ilin şəraitində yaşamışam. Var idim. Gözümün önündə olaylar hala tam diri-diridirlər. O yüzden unutmayın ki, bizim siyasi təşkilatlarımız hər alanda status kazanacaklar. Siyasi bakımından bizim hakkaniyyətimiz Avropa Parlamentında ve BMT'de, Ağ Evdə status kazanmalıdır. O yüzden de biz bunu nəzərdə almalıyıq ki, yok ki yalnız. Bakın bir Fikrət bəy Türk Birliğinin, ya Türk Dərnəyinin başkanlarından konuştular. Dediler ki biz ne Türk dövlətindən söz geçir. Türk Cumhuriyyətinin soydaşlarından burada yani vatandaşlarından burada söz geçir. Neçə illərdən sonra burada Türk kimliğini kazanmak için dövlətlere müraciət edirlər. Biz de bu işi görməliyik. Lobiçiliğimizi gücləndirməliyik. Lobiçiliğimizi gücləndirmək üçün artıq 3-cü nəslə, inqilabdan sonra, 57'nin inqilabından sonra səhv etməsəm, artıq 3-cü nəslə tərəf gedirik. Yəni mən özümü nəzərdə alsam, mənim 30 yaşını aşan evladım 2, artıq o birisi evladım ki 10 yaşındadır, 3-cü nəsil sayılır. Biz hala burada, xaricdə yaşayan Azərbaycanlılar lobiçiliğimizi gücləndirəməmişik. Xaricdə partiyaların içinə biz heç bir imkan verməmişik. Nədir vermə? Özümüz və uşaqlarımız bu günlərimə siyasi partiyaların içinə bilərək girməlidirlər və orada hər halda zamanı gəldikdə bizim durumumuzu anlatmalıdırlar. Bizim çok aksayan qollarımız vardı. Bunları nəzərdə almalıyıq. O yüzden bugün dediğim kimi biz hər alanda sabahların yeniden 58 olayı Urmiye'de, Sulduzda, onun ətrafında üz verəndə kim bizim dadımıza çatacaq? Kimler bize silah verəcək? Kimler bizim səsimiz olacaq, medyamız olacaq, biləndiyimiz olacaq? Bugün bunu düşünməliyik və ona görə də artıq bugün burada yığışıb 70-ci il, Milli Hükümətimizin 70-ci il dönümündə elə bir həmahəng edən komitələr yaratmalıyıq ki, və artıq bunlar belə bir şeylərin üstündə siyasi təşkilatlar müşəxxəs proqramları olaraq işləsinlər. Yəni, mən 2 il bundan öncə Arazbəy sizdə var idiniz. Yotuborada İsvəcdə 21 Azər Milli Hükümətimizin 68-ci ilini biz orada keçirdik. Öz-özümə mən belə düşünürdüm ki, 70-ci ildə inşallah yəni çox böyük bir toplumla, dəstəklə, çiçəklərlə, çələnglərlə nədən Mirzəfər Pişvərinin məzarının önündə böyük bir toplum olaraq mən belə bir şeyləri xəyal edirdim. Amma yanılmışam, heç olmadı. Təəssüf ilə
Demirəm, yəni elə bu özü də çox gözəldir. Amma elə bir iş görənmədilər siyasi təşkilatlarımız. Odur, yenidən yenə də siyasi təşkilatlara mən şəxsən müraciə edirəm. Bir daha hər nəyi göz önünə qoymalıdırlar, kağız üzərində gətirməlidirlər və müşəxxəs proqram verməlidirlər. Ürəyimiz geniş olmalıdır. Əgər insan haqları ilə işləyirik, əgər qadın haqları örgütlərində fəalıq, əgər başqa belə bir uluslararası toplumlarda yer almışıq, bunu paylaşmalıyıq, bunu böyütməliyik. Böyütməsək, yerimizə birisini qoymasaq, bu dağıla bilər. Diqqət edin, neçə illər bundan qabaq dəyərli Faxta xanım zamanı çox böyük işlər görmüşdü. Və hətta bir komitə kimi bir şey də səhv edilsəm yaratmışdı. Amma mütləq hətmən bir yanlışlıqlar var imiş ki, bu komitənin işi, yəni ya bu təşkilatın işi yarıda qaldı, daha genişlənmədi. Mən bu günləri Mücəllə xanım sizə, Mahmud bəy sizə də bir Azərbaycanın vurğunu olaraq, Azərbaycanda olaraq ki, bu gün haqlı səsimizi uluslararası camiələrə, toplumlara daşıyırsınız, bunu genişləndirmək zorundasınız. Baxın görün, nə cür genişləndirəcəksiniz? Ürəyiniz geniş olmalıdır. İntisarınızda olmamalıdır bu. Bunu komiteye çevirməlisiniz. Bunu böyük təşkilata çevirməlisiniz. Siz getdiniz başqası olsun, cavanlar olsun, dili yaxşı bilən insanlar olsun. Geniş halda bunlar dediyim kimi hər bir alanda bu status qazanmalıdır. Buna məcburuq biz. Buna məcburuq durum, zaman bizdən bunu istəyir. Və xüsusilə də Orta Doğu'nun durumu, bizim durumumuz, Kərküklü dostlarımıza bir zamanla deyəndə deyərlər, bizim qələmimiz var, biz qələmlə çalışırıq. Amma nə yazıq ki, həmişə qələm bizim qadımıza çatmır. Bunu bilməliyik. Söz çox, amma çox təşəkkür edirəm. Hər halda bu qədər də mənə zaman ayırdınız. Sağ olun. Siz də gözəl danışdınız.